Ümumiyyətlə biznes qrupları istehlakçılara doğru yönəlmiş çoxsaylı mənfur fəaliyyətləri var. Bu fəaliyyətlərdən biri də istehlakçını nəyisə öyrədib, yəni istehlakçının rəğbətini qazanıb, sonra həmin ona bənzər etiketi, rəngi, qoxusu ona bənzər daha ucuz məhsullarla bazara çıxmaq. Dünyanın hər yerindən məsələ var. İllər boyu yağlarla bağlı bu cür işlər var idi Azərbaycanda. Bu dünyanın qeyd etdiyim hər yerində var. İnsanlar öyrədirlər. Məsəl üçün elə mallar var ki, insanlar bəlkə 7 ildən sonra başa düşər ki, bunun indi istifadə etdiyi mal o birisi deyil. Məsəl üçün Coca-Cola dünya bazarına elə girib ki, o tədricən elə ucuz məhsullara keçə bilər ki, insanlar 10 ildən sonra bəlkə başa düşər ya düşməz ki, bu mənim əvvəl içdiyim dırnaqarası keyfiyyətlidir, yoxsa yox. Məsəl üçün deyirəm mən bunu. Çoxsaylı belə qida məhsulları var. İhtimal edirəm ki, o da qeyd etdiyiniz həmin mallar da o cürdür. İstehsalçı aşağı maya dəyərlə eyni markalı, eyni görkəmli malı bazara çıxarır və istehlakçıları aldadır. Ancaq onu da biz bilməliyik ki, ümumiyyətlə təhlükəli mal, arzu olunmaz mal müəyyən partiya mal aid olan layihədir. Demək olmaz ki, filan zavodun buraxdığı mal hamısı xarabdır. O partiya malda müəyyən qeyd etdiyim kimi test edib yoxlamaq üçün görək bunu cəmiyyət, yoxlayıcı orqanlar hiss edir, etmir. Ucuz maya dəyəri ilə buraxırlar müəyyən partiya malı. Bəzən bunlar aşkar olur, bəzən olmur. Olanda geri çağırılma məsələsi baş verir, müəyyən istehlakçı təşkilatlar işə qarışır və s. Adı çəkilən mallarda da yəqin ki, belə hal olubdur. Ona görə Qida Təhlükəsizliyi Agentliyi müəyyən etməlidir ki, həmin partiya maldan Azərbaycanda var, yoxsa yoxdur. Çox təəssüflər olsun ki, malların istehlakçıdan, yəni alıcıdan geri çağırılma imkanları yoxdur Azərbaycanda. Məsəl üçün Singapurda həm də alıcıdan geri çağırılma imkanları var. Lakin topdan satışdan vasıflanan geri çağırılma imkanı ola bilər.